Yine hara getirsen Yalçın. İşim var, bir neferle görüşüm var. Bilirim hara getirsen. Bilirim o adam kimdir. Ben her şeyi yaxşı bilmem. Sen onlardan uzak dur bala. Onlar sana kız veren değil. Özünü odun alıbın içine atma. Hata da onlar. Narahat olma. Necə narahat olmayım? Sen benim gözümün ağı qarası bircə balamsan. Özünü üzme, mənə heç nə olmaz. Dərd eləmə, niyə dərd edirsən? Demək istəmirdim. Amma indi deyəcəm. Onlar hər gün zəng eləyib, məni hədələyirlər. O söz qalmayıb mənə deməsinlər. Söyürlər. Təhqir edirlər. Telefonu söndür, cevap verme onlara. Mən xəstə adamam bana. Necə il, necə ay, necə gün yaşayacağımı bilmirəm. Amma öləklər rahat istəyirəm. Onlar səni rahat qoymayacaqlar oturmağa. Sənin gününü, saatini güvəzkiyə bükəcəklər. Bir də bax, tutaq ki, razı oldular, evləndi. Hara gətirəcəksən onu? Zəngin ailədən çıxmış bir qızı. Bura, bax, bu sıçan yuvasına. Cəmaatın qızını bədbəxt eləmə bala. Qoy otursun oturduğu yerdə. Özünə bab bir adam tapıb ailə qursun. Sən də bizim ailəmizə bab bir qız tapıb evlənərsən. O qızla səninki tutmaz. Bu işin axırı heç yaxşı görünmür. Heç bala, heç yaxşı. Ana, biz Nergiz'le birbirimizi seviyoruz. Ben onsuz yaşayabilmem. Ben bütün varlığımla, canımla, kanımla onu ele bağlamışım.